kök hücre adı altında çox prosedurlar olunur. Bəlkə də xanıma 30 milyon canlı hücre deyil də, bəlkə də bir biorevitalizasiya, bəlkə plazmaterapiya, bəlkə də egzazom, kök hücre mühiti, bunların hamısını kök hücre adlandırıb pasiyente köçürürlər. Amma bunların fərqi nədir? Kök hücrədə canlı hücre vardır. Məsələn, biz ələ 30 milyon hücre köçürürük və qiymət fərqi də egzazomla 10 qat daha artıqdır qiymət fərqi. Ona görə bəzi yayılmır ki başqa, ancaq ələ vurulur, əldə qalır. Bəli, ələ vururuq. Ona görə də hər nahiyə üçün fərqlidir. Üz üçün, boyun dekoltə üçün, əl üçün. Məsələn, biz bəzi pasiyentlər deyir ki, doktor, məsələn, maddi durumu imkan vermir, üzümün hücrəsindən olarmı biraz boynuma deyin. Mən o zaman deyirəm ki, xanım, etsək o effekti ala bilməyəcək. Üzdə də yaxşı effekt ala bilməyəcək, boyunda da. Bu hesablanıb dünya protokoluna görə, biz həkimlər protokola görə işləyirik. 30 milyon təkcə üz üçün hesablanıb. Biz onu bölsək, elə bir dərman, necə ki tabletka yazırıq ki, bütöv üçün, parasını bölsək, effekti biraz azalacaq, 2 qat azalacaq. Bəli, ona görə də dozu həkim təyin edir və ona görə də həmin dozlara pasiyentə köçürməliyik.